Var sürət. Yox. Sürət hansı hərəkət qabiliyyətin komponentidir? Sürət hansı komponentidir? Sürət gücündür də, düz deyirsiniz. Sürət güc hərəkət qabiliyyətin komponentidir. Sürət dözümlüyü hansı hərəkət qabiliyyətin komponentidir? Sürət gücü. Sürət dözümlüyü. Dözümlüyü, bəli. Sürət güc dözümlüyü ilə komponentidir. Qüvvə dözümlüyü hansı hərəkət qabiliyyətin komponentidir? Sürət gücü. Koordinasiya hərəkətlərin icra vaxtı hansı hərəkət qabiliyyətinin komponentlərindəndir? Deməli, koordinasiya hərəkətin icra vaxtı, hərəkətin icra çətinliyi, çevriliyin. 12-15 yaş hansı hərəkət qabiliyyətin inkişafı üçün əlverişli yaş dövrüdür? Sürət gücü. Hansı hərəkət qabiliyyətdir ki, bir hərəkət qabiliyyətlə əlaqəlidir? Qüvvə. Fiziki keyfiyyət deyil, hansı hərəkət qabiliyyətdir? Sürət güc. Hərəkət qabiliyyətlərimizin sayı neçədir müəllim? 6. 11 və ya daha böyük yaş dövrü hansı hərəkət qabiliyyətdir? Yaş dövrü. Sürəti müəllim. Dözümlülük. 11 yaş plus adımdır. Nədir? Dözümlülük. Tənəffüs sistemi, dayaq hərəkət aparatı hansı hərəkət qabiliyyətin? Dözümlülük. Tənəffüs sistemi, ürək damar sistemi. Düzdür müəllim. Əzələ bağ aparatı, oynaqlar, mərkəzi sinir sistemi hansı hərəkət qabiliyyətin funksionallığıdır? Bəli. Mərkəzi sinir sistemi, əzələ sistemi hansı hərəkət qabiliyyətdədir? Çevrilikdir müəllim. 6-12 yaş hansı hərəkət qabiliyyətinin inkişafı üçün yaxşı yaş dövrüdür? Qüvvənin. Qüvvə hansı hərəkət qabiliyyətlə əlaqəlidir? Əlgənlikdir. Bəq. 18 demişsiniz. 6-12. 6-12 bəli, 6-12 bəqdir. Hansı hərəkət qabiliyyətlə əlaqəlidir? Dözümlü çevrilik. Funksional sistemlər hansılardır? Əzələ bağ aparatı, oynaqlar, mərkəzi sinir sistemi. Sürət hansı hərəkət qabiliyyətlə əlaqəlidir? Sürət güc qüvvə çevriliyi ilə. Əzələ dayaq hərəkət aparatı, mərkəzi sinir sistemi. Ümumi qüvvə hansı hərəkət qabiliyyətin komponentidir? Hansı? Ümumi qüvvə. Ümumi Qüvvə eləməli. Qüvvə hərəkət qabiliyyətin komponentidir, düzdür. Məsafənin mümkün qədər qısa vaxt ərzində başa çatdırılmasına nə deyilir? Sürət. Sürət neçə komponent özündə birləşdirir? Sürət 3. Müxtəlif çıxış vəziyyətlərindən startlar, müxtəlif intervallı siqnallarla startlar. Hərəkətin reaksiya tezliyi. Sadədir mürəkkəb. Sadə. Mürəkkəb reaksiya neçə yerə ayrılır? 2 yerə. Hərəkət seçimində verilən reaksiya hərəkət Mürəkkəbdir. Bir də obyektə. Obyektsiz. Hərəkətdə olan obyektdir reaksiya. Hərəkətə başlamaq üçün verilən komandaya hərəkətin başlama anına qədər olan vaxt ölçüsünə nə deyilir? Nədir? Reaksiya. Hərəkətin reaksiyası, düzdür. Əvvəlcədən gözlənilən siqnala verilən reaksiya hansıdır? Sadədir mürəkkəb? Əvvəlcədən gözlənilən sadədir. Gözlənilməyən mürəkkəb. Müxtəlif intervallı siqnallarla startlar. Hansı hərəkət qabiliyyətin komponentidir? Sürəti? Maksimal sürəti. Yox, deyirəm, hansı hərəkət qabiliyyətin komponentlərini inkişaf etdirir? Sürəti. Sürətin neçənci komponentindədir? 3-cü. Hansı komponentdir ki, 2 adı var? Hərəkət tezliyi, hərəkətin icra tezliyi, hərəkət tezliyi. Sürəti. Hərəkətdə olan obyektə reaksiya, hərəkət seçimində verilən reaksiya. Mürəkkəbdir, sadə. Mürəkkəb. Hər hansı hərəkətin müəyyən məsafə və ya zaman daxilində daha çox təkrarlanmasına hərəkət tezliyi deyilir və ya dözümlük. Hərəkət tezliyi. Sürət silsiləlidir, ya qeyri-silsiləlidir? Silsiləli deməli. Qaçış, üzgüçülük, yeriş, bunlar nədir bəs? Silsiləlidir. Nişanlanmış sahələrdə hər bir işarəyə toxunmaqla qaçış, vaxt vahidi ərzində qaçışlar, əllərlə dayaqda yerində qaçış, Hərəkətin reaksiya tezliyi. topu iki əllə divara atmaq, vurmaq, yaxın bir məsafədə. Atmaq, vurmaq, yaxın məsafədə sürət gücdür bəli. Yoldaşı ilə qoşquda qaçış, sürətin hansı komponentini inkişaf etdirən hərəkətlərdəndir? Sürətin maksimal qaçış. Sağ və sol ayaq üzərində 30 metr məsafəyə qaçışlar. Sürət. Maili qaçış yolunda startlar, neçənci komponentdir? Deməli, hərəkətin reaksiya tezliyi, 2-ci. Maili qaçış yolunda sürətlənmələr startlar. Sürətlənmələr startlar, hərəkət reaksiya tezliyi. 2 vur 10, 3 vur 10, 4 vur 10, nə bilim 5 vur 10 və s. Sürət deməli. 3 vur 10 hansı hərəkət qabiliyyətin qiymətləndirmə normatividir? Çevriliyi.
BSG-dir, diaqnostik. Həm BSG həm diaqnostik. Düzdür. Basketbol topunun səbətə atılması, futbol topunun qapıya vurulması, voleybol topunun oyuna daxil olması, Çevriliyin kiçik sumat qiymətləndirməsi. məsafə güzəştləri ilə qaçışlar, Məsələn, gəzən qaçışlar maksimal sürət. idmançının sinir sistemi, sinir əzələ aparatının vəziyyəti hansı hərəkət qabiliyyətinin təzahürünə şərtlənir? Sürəti. Düzdür. Əzələnin elastikliyi, reaktivliyi, əzələ qüvvəsi, hərəkətlərin icra texnikası, oynaqların mütəhərrikliyi, bunlar hardadır? Sürətidir müəllim. Sürət və sürət güc. Hər ikisində var. Sürət ikisi bir yerdədir müəllim. İstiqaməti dəyişməklə, fasilələrlə qaçışlar. Fasilələr qaçışlar. Bu sürətdə də var, sürətdə də olmalı. İstiqaməti dəyişməklə, fasilələrlə qısa məsafələrə qaçışlar. Qaçış sürətdir müəllim. Bu sürət olacaq. İstiqaməti dəyişməklə bu sürət. Kəskin dəyişikliklər də olsa, kəskin dəyişmələr. İstiqaməti dəyişməklə kəskin dəyişmək yenə sürət olacaq. Çeviklikdir. Yox, sürətdir. Kəskinlik varsa sürət olacaq. İstiqaməti dəyişməklə qaçışlar, bu olacaq çeviklik. Olar. Təkrar serial, yarış, oyun, interval, nəzarət hansı hərəkət qabiliyyətinin metodlarıdır? Təkrar serial, nəzarət, sürətidir müəllim. Sürətin qiymətləndirmə normativlərinin adını çəkin, sizinlə yekunlaşdıraq. Sürətin qiymətləndirmə normativləri 30 metr qaçış 5-ci sinifdə, deməli 60 metr məsafə qaçışı 6-dan 9-a qədər, 100 metr 10-11-ci sinifdə. 100 metr məsafəyə qaçış, sürət hərəkət qabiliyyətində kiçik summativ qiymətləndirmə normativi kimi hansı siniflərdə tətbiq edilir? 100 metr məsafə kiçik summativ qiymətləndirmə kimi gedir, zaten 10-11-də müəllim. Düzdür. Bu da çeviklikdir. Doldurmuş topların baş üzərindən arxaya atılması. Çeviklik deyil, o Yox, sürətindir. yox, mən əhəmiyyət vermirəm, görürəm cavab düz verirsiniz. Yox. Mərkəzi sinir sistemi əzələ şeyin deyil, çeviklikdir. Çeviklikdə yalnız mərkəzi sinir sistemi əzələ sistemidir. Dayaq hərəkət aparatı dedim müəllim. Ondan sonra dedi, ay müəllim, ondan sonra dedi. Yaxşı, hər şey aydındır. Problem yoxdur, hər şey qaydasına düşəcək. Baxın, dayaq hərəkət aparatı, mərkəzi sinir sistemi, əzələ sistemi bu olacaq sürətdə. Aydındır. Bu olacaq sürətdə. Mərkəzi sinir sistemi, əzələ sistemi də olacaq çeviklikdə. Yüngül topların sağ və sol əllə atılması sürət gücdə aşağıdır ya yuxarı ətrafların inkişafına görə. Sürət güc yuxarı ətraf. Bütün növ atmalar. Sürət güc yuxarı ətraf. Qaçaraq uzunluğa, qaçaraq hündürlüyə tullama aşağı ətrafları inkişaf edir ya yuxarı. Gimnastika ipi ilə çoxsaylı tullanmalar. Dözümlükdür. Düzdür, gimnastika ipi ilə sıçrayışlar. Sürət güc aşağı ətraf. Maneələr üzərində tullanmalar. Sürət güc. Tamam. Əzələ bağ aparatı oynaqlar, mərkəzi sinir sistemi hansı hərəkət qabiliyyətinin funksional oldu? Oynaqların mütəhərrikliyi, əzələ bağ aparatı Nədən əlmə qabiliyyətinin komponenti. düzdür. Neçə növü var? Nədən əlmə qabiliyyətinin 2. Hansılardır müəllim? Fəal və qeyri-fəal. Təzahür formasına görə neçə cür olur? Ümumi bir də xüsusi müəllim, yox, dinamik statik. Dinamik statik, düzdür. Fəal və qeyri-fəal əlmə qabiliyyəti paralel olaraq inkişaf etdirilir. Bəli müəllim. Hansı əyilgənlik daha çoxdur? Qeyri-fəal. Əla. Mükəmməlsiniz, mükəmməl. Çox sağ Hər olun. biriniz. Sağ ol müəllimə. Çox yaxşıdır. Sağ olun. Allah razı olsun. Sağ olun.